Programımızın qonağı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin təhlil, innovasiyalar və layihələrin idarə edilməsi departamentinin direktoru Rəşad Əbləsənovdur. Rəşad xanım, xoş gördük sizi studiyamızda. Xoş gördük, təşəkkür edirəm yenidən dəvət üçün. Buyurun, xoşdur həmişə sizi studiyamızda görmək. Və bugünkü mövzumuz daşınmaz əmlakın dövlət kadastrı və reyestri sayəsində innovasiyalardan danışacağıq biz. Və istərdim elə ilk öncə bu sualdan başlayaq ki, ümumiyyətcə daşınmaz əmlakın dövlət kadastrı və reyestri sayəsində hansı elektron xidmətlər mövcuddur və onlardan istifadə etməyin hansı üstünlükləri var? Təşəkkür edirəm sual üçün. Sualınıza qısa olaraq belə cavab vermək istəyirəm ki, məlum olduğu kimi daşınmaz əmlak üzərində bir sıra hüquqlar qeydiyyata alınır, özgənikləşdirilir və ləğv edilir. Eyni zamanda da həmin hüquqlar üzərində məhdudiyyətlər və yüklər qeydə alınır və bu səbəbdən də qeydiyyatla bağlı xidmətlərin elektronlaşmasında xüsusilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərə prioritet verilmişdir. Bu hüquqlardan xüsusilə mülkiyyət hüquqlarının qeydiyyatı, icarə, istifadə, servitut, uzufrukt, leasing, ipoteka qeyd etdiyim xidmətlər üzrə elektron xidmətlər portalındakı müvafiq xidmətlərdən istifadə etməklə elektron formada müraciət etmək mümkündür. Eyni zamanda da hüquqların qeydiyyatı ilə yanaşı texniki xidmətlər var ki, daşınmaz əmlakla bağlı texniki sənədlərin verilməsi, bura aid texniki pasportların verilməsi, torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi, eyni zamanda torpaq sahələrinin bəzən bölünərək satılması məqsədi ilə bölgü sxemlərinin hazırlanması ilə bağlı olan xidmətlərdir. Bundan əlavə olaraq son dövrlər daha çox belə deyək populyar xidmətlərimizdən biri, çünki bu daşınmaz əmlak alqı-satqısında xüsusi önəm daşıyan bir xidmətdir ki, torpaq sahəsinin koordinatlarının naturada tanıdılması xidməti var ki, bu xidmətə onlayn müraciət etməklə əldə etmək istədiyiniz torpaq sahəsinə dair koordinatların naturada faktiki olaraq yerində bizim mühəndislər tərəfindən sizə tanıdılması, yəni göstərilməsi xidmətidir ki, bu xidmət də artıq elektronlaşdırılıb. Yəni qısa olaraq qeyd etdiyim kimi, həm hüquqların qeydiyyatı, eyni zamanda da daşınmaz əmlakla bağlı texniki və kadastr xidmətləri ilə bağlı bir sıra xidmətlər elektronlaşdırılıb. Bəs son dövrlərdə hansı elektron xidmətlər elektronlaşdırılıb? Ötən il ərzində 2025-ci il ərzində 9 yeni elektron xidmət üzrə elektronlaşma ilə bağlı texniki işlər başa çatdırılmışdır. Bu xidmətlərə aiddir deməli 2000 əvvəllər yaranmış hüquqlar, yəni əvvəllər hüquqların qeydiyyatı ilə bağlı fəaliyyət göstərmiş, lakin sonradan onların fəaliyyəti ləğv edilmiş qurumlar tərəfindən, qeydiyyat orqanları tərəfindən verilmiş şəhadətnamələr, dövlət aktları əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün olan xidmət elektronlaşdırılmışdır. Yəni bu sənədlər əsasında həm vətəndaşlar mülkiyyət hüquqlarını, həm də istifadə hüquqlarını qeydiyyata ala bilərlər. Daha sadə dildə desəm, anlaşılır olsun deyə ləğv edilmiş Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi tərəfindən zamanında verilmiş pay torpaqlarla bağlı və digər istiqamətdə torpaqların mülkiyyətinə dair şəhadətnamə, istifadəsinə dair şəhadətnamə, dövlət aktları əllərində olan vətəndaşlar həmin xidmətdən müraciət edərək onlayn şəkildə yeni çıxarış əldə etmək imkanına malikdirlər artıq. Yəni elektron çıxarış əldə etmək imkanına malikdir. Bundan əlavə olaraq məlum olduğu kimi ən çox müraciət olunan xidmətlərdən biri arxiv sənəd sürətlərinin əldə edilməsidir, hansı ki qeydiyyat üçün əsas olan və daşınmaz əmlakın dövlət reyestri və kadastr publik şəxsinin ərazi idarələrinin arxivində saxlanılan sənədlər var ki, bunları əvvəl fiziki formada müraciət edərək kağız əsaslarla əldə oluna bilirdisə, artıq bu xidmətdə elektronlaşıb, onlayn şəkildə müraciət edərək xidmət bölmələrinə yaxınlaşmadan onlayn şəkildə həmin sənədlərin elektron sürətlərini əldə etmək mümkündür. Bir də bilmək istəyərdim ki, iş prosesində hansı digər dövlət qurumları ilə məlumat mübadiləsi təşkil olunub və aparılır? Məlum olduğu kimi, biz dövlət xidmətlərinin elektronlaşması ilə yanaşı göstərilən dövlət xidmətlərinin nəticəsində tərtib olunan, qeydiyyat orqanının məsul rəhbər vəzifəli şəxs tərəfindən təsdiq olunan, imzalanan sənədlərin də elektronlaşması ilə bağlı layihələr icra olunmuşdur. Mən qeyd etmək istərdim ki, artıq
uzun illərdir ki, uzun müddətdir ki, daşınmaz əmlakın dövlət reyestrində dair çıxarış hər kəsə məlum olduğu kimi elektron formada verilir. 2018-ci ildən etibarən artıq texniki pasport sənəddə elektronlaşdırılıb və hal-hazırda qeydiyyata alınan bütün daşınmaz əmlaklara verilən texniki pasport sənədləri elektron formada tərtib olunur. Qeydiyyat orqanlarının rəhbər vəzifəli şəxsləri tərəfindən elektron üsulla imzalanaraq hüquq sahiblərinə təqdim olunur. Bundan əlavə olaraq torpaq sahələrinin dair plan və ölçü sənədləri də eyni qaydada elektron formada təqdim olunur və yüklük çıxarışlarıdır, qiymətləndirmə ilə bağlı arayışlardır, şəxslərin adına qeydiyyat alınmış hüquqlar barədə məlumatları özündə əks etdirən arayışlar da artıq elektrondur. Bunlar da elektron formada verilir. Bayaq qeyd etdiyim kimi torpaq sahəsinin bölünməsi ilə bağlı tərtib olunan bölgü sxemləri də artıq elektron formada tərtib edilərək təqdim edilir. Və sualınıza gəldikdə qeyd etmək istərdim ki, bu məlumatlar artıq bir sıra məlumatlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə elektron hökumət informasiya sistemi üzərindən çıxarış və texniki pasport sənədlərinin inteqrasiyası nəticəsində vətəndaşlarımızın MyGov mobil tətbiqində olan şəxsi kabinetlərinə inteqrasiyası təmin edilmişdir. Artıq vətəndaşlar bu inteqrasiya nəticəsində öz sənədlərini şəxsi kabinetlərinə daxil olmaqla MyGov mobil tətbiqində istənilən vaxtda əldə edə bilərlər və cari il üçün də planda nəzərdə tutulan rəqəmsallaşma ilə bağlı tədbirlər biraz öncə qeyd etdiyim bütün sənədlərin MyGov inteqrasiyasıdır. Təbii ki, bundan əlavə olaraq da Ədliyyə Nazirliyi ilə, digər dövlət qurumları ilə, Şəhər Salma və Arxitektura Komitəsi ilə, Fövqəladə Hallar Nazirliyi ilə və Dövlət Vergi Xidməti ilə və bir sıra dövlət xidmətləri ilə daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatlarının inteqrasiyası təmin edilmişdir. Elektronlaşma ilə bağlı danışdınız və istərdik ki, bir statistik məlumatlar gətirəsiniz ki, hal-hazırda statistik göstəricilər nədən ibarətdir? Deməli, bu günədək ümumilikdə 3 milyondan çox daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatına bağlı çıxarış elektron formada artıq hüquq sahiblərinə təqdim edilib. Yarım milyondan çox, yəni 500 mindən çox texniki pasport və plan ölçü sənədi təqdim edilmişdir. Bundan əlavə olaraq məlum olduğu kimi hal-hazırda daşınmaz əmlakların alqı-satqısı ilə bağlı notariusda aparılan əməliyyatlar nəticəsində təqdim olunan sənədlər və alqı-satqı əməliyyatı üçün zəruri olan yüklük barədə arayış elektron formada tərtib edilərək notariat orqanlarına inteqrasiya vasitəsilə təqdim olunur. Bu istiqamətdə də bu günədək 2 milyondan çox yüklük arayışı elektron formada tərtib edilərək notariat orqanlarına göndərilmişdir elektron üsulla. Bundan əlavə olaraq Cənab Prezidentin müvafiq fərmanına uyğun olaraq əvvəlki dövrlərdə, yəni elektron çıxarışa keçid edilmədiyi dövrdən öncəki dövrlərdə hüquq sahiblərinə təqdim olunan kağız çıxarışlar da onların müraciət etmədən, yəni vətəndaşlar müraciət etmədən fərmana uyğun olaraq tam elektronlaşdırılmış və elektron üsul onlara təqdim edilmişdir. Hansı əvvəlki dövrlərdə yəni qeyd etmək istəyirəm ki, əgər vətəndaşlar elektron kağız çıxarışı alıblarsa, onlar hal-hazırda MyGov mobil tətbiqlərinə daxil olub öz çıxarışlarının elektron nüsxəsini görə bilərlər. Bəzi vətəndaşlar ola bilər ki, bu elektron çıxarışı MyGov mobil tətbiqini görmədiyi halda onlardan xahişimiz odur ki, çağrı mərkəzinə, iqtisadiyyat çağrı mərkəzinə müraciət etsinlər. Çünki şəxsə dair bəzi məlumatlar zamanında qeydiyyat orqana təqdim edilmədiyi üçün məlum olduğu kimi inteqrasiyada fin məlumatlar və digər məlumatlar məlumat bazasında olmalıdır. Həmin məlumatları təqdim etsinlər və qısa olaraq müddətdə həmin texniki həllər özünü tapdıqdan sonra informasiya sistemində onların da çıxarışları MyGov-da görsənəcək. Bundan əlavə olaraq da ümumilikdə 2 milyondan çox elektron müraciət artıq qeydiyyata alınıb ki, bunun da nəticəsində dövlət xidmətləri göstərilmişdir. Bir də Rəşid müəllim, sonda istəyərdim ki, belə deyim, qarşıda duran hədəflər haqqında bizim üçün qeyd edəsiniz. Cənab Prezidentin müvafiq fərmanına uyğun olaraq daşınmaz əmlakın dövlət kadastr və reyestr sahəsində rəqəmsallaşmanın tam təmin edilməsi üçün
daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sisteminin yaradılması tapşırığı verilmişdir və bu istiqamətdə də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Hazırki dövrdə artıq həmin sistemin əsasnaməsi hazırlanmışdır, aidiyyatı qurumların rəy və təkliflər əsasında təkmilləşdirilmişdir və razılaşdırılması üçün aidiyyət üzrə göndərilmişdir. Əsasnamənin təsdiqinin davamı olaraq həmin sistem texnologiyalar hazırlanması təmin ediləcəkdir və bu sistem çərçivəsində artıq bütün xidmətlər, yəni bu sahədə göstərilən bütün xidmətlər elektron müstəvidə göstəriləcək, bütün sənədlər elektron müstəvidə təqdim olunacaq və xidmətlərin göstərilməsi üçün vətəndaşlardan tələb olunan bütün sənəd və məlumatlar yalnız elektron müstəvidə əldə olunacaq. Yəni burada vətəndaş məmur ünsiyyəti tamamilə demək olar ki, aradan qalxmış olacaq. Bəli, aradan qalxmış olacaq və həm proseslərin çevikliyi, həm şəffaflığı baxımından belə deyək uğurlu nəticələr əldə olunacaqdır. Rəşid müəllim, bəs süni intellektin tətbiqi ilə bağlı hansı yeniliklər var sizdə? Çox aktual sualdır. Bu sualda bu cür cavablandırmaq istədim ki, daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sistemində biraz öncə qeyd etdiyim hazırlanan informasiya sistemində süni intellekt həlləri tətbiq olunacaqdır və süni intellekt həllərinin tətbiqi nəticəsində hüquqların qeydiyyatı ilə bağlı hüquqi və texniki ekspertizalar bu gün deyək ki, manual şəkildə həyata keçirilirsə, əməkdaşlar tərəfindən həyata keçirilirsə, sistemə tanıdılmış qanunvericiliyin tələblərinə uyğun olaraq alqoritm nəticəsində sistem tərəfindən artıq müəyyən rəylər və qərarlar veriləcəkdir. Təbii ki, yekunda qeydiyyat orqanının müvafiq məsul şəxslər tərəfindən həmin qərarlar yoxlanılaraq təsdiq ediləcəkdir. Amma bu prosesləri sürətləndirəcək və subyektiv qərar sizin işiniz asanlaşır bundan. Bəli, bəli. Eyni zamanda da subyektiv qərarların aradan qalxmasına səbəb olacaq. Sistemli qərarlar əsasında qanunvericiliyə uyğun olaraq tam olaraq qeydiyyat prosesi təmin edilmiş olacaqdır. Rəşid müəllim, təşəkkür edirəm vaxt ayırıb studiyamıza gəldiyiniz üçün, minnətdaram sizə. Təşəkkür edirik, minnətdaram. Xatırladım ki, studiyamızın qonağı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin təhlil, innovasiyalar və layihələrin idarə edilməsi departamentinin direktoru Rəşad Əbləsanov idi. Bununla da İqtisadi Həftə verilişimiz sona çatır.